Xocavənddə mina hadisəsi baş verib. Bu barədə Mina Təmizləmə Agentliyindən məlumat verilib. Bildirilib ki, humanitar mina təmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Onun vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur. Ermənistan prezidenti Vaqin Xaçaturyan Mülki Müqavilə Partiyasının lideri Nikol Paşinyanı ölkənin baş naziri təyin edib. Müvafiq fərman Ermənistanın dövlət başçısının rəsmi saytında dərc olunub. Konstitusiyanın 149-cu maddəsinin birinci hissəsini rəhbər tutaraq Nikol Paşinyan Ermənistan baş naziri təyin edilsin. Fərmanda bildirilib. İran Hörmüz boğazının açılmasına icazə verməyəcək və Tehranın güya Qətər vasitəsilə akvatoriyanın fəaliyyətinin bərpası ilə bağlı təklifini qəbul etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə Fars agentliyi İranın danışıqlar qrupundakı mənbəyə istinadən məlumat yayıb. Onun sözlərinə görə Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası ilə bağlı heç bir razılaşma əldə olunmayıb və bununla bağlı yayılan məlumatlar yalandır. Mənbə vurğulayıb ki, ABŞ düşmənçilik hərəkətlərini davam etdirdiyi müddətdə boğaz bağlı qalacaq. Tehran Hörmüz boğazında gəmiçilik və nüvə proqramını əhatə edən razılaşma bağlamaq istəyir. Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio bildirib. O həmçinin deyib ki, İran raketlər vasitəsilə ənənəvi müdafiə qalxanı yaradıb. Onların hələ də raketləri var, hələ də pilotsuz uçuş aparatları var və zərbə endirmə imkanlarını saxlayırlar. Lakin artıq arxasında gizlənə biləcəkləri ənənəvi müdafiə qalxanları yoxdur. Məhz buna görə indi onlar nüvəsizləşdirmə ilə bağlı razılaşma bağlamaq, həmçinin Hörmüz boğazı ilə bağlı saziş əldə etmək istəyirlər. Hətta buna can atırlar. Çünki biz artıq güc mövqeyindən çıxış edirik. Yaxın Şərq yenidən geniş miqyaslı müharibənin astanasına gəlmişdi. Amma Vaşinqtondan gələn son açıqlama hərbi eskalasiyanın istiqamətini dəyişdi. Bu qərardan cəmi bir neçə saat əvvəl isə ABŞ mediası Vaşinqton və Təl-Əvivin İranın enerji infrastrukturuna indiyədək ən sərt bombardmanlardan birini planlaşdırdığını yazırdı. Birləşmiş Ştatlar regiondakı vətəndaşlarını mümkün eskalasiya ilə bağlı xəbərdar edib. Bəzi aviaşirkətlər uçuşları təxirə salıb. Tramp isə bildirib ki, İran və region ölkələri Vaşinqtondan hücumları dayandırmağı istəyib. Onun sözlərinə görə tərəflər razılaşmanın əsas konturları üzrə anlaşmaya yaxındır. Bura Hörmüz boğazının tam açılması və İranın nüvə təhlükəsinin aradan qaldırılması daxildir. İran və digər yaxın şərq ölkələri bizdən hücumları dayandırmağı xahiş etdi. Razılaşmanın əsas konturları üzərində anlaşma var. Əgər bu saziş qısa zamanda imzalansa, planlaşdırılan zərbələri dayandırmağa razı oldum. Bu razılaşma Hörmüz boğazının tam açılmasını və İranın nüvə təhlükəsinin aradan qaldırılmasını nəzərdə tutur. Düşünürəm ki, bu həm dünyanın təhlükəsizliyi, həm də İranın gələcəyi üçün ən doğru qərardır. Amma bu, ABŞ və İran arasında son aylarda baş verən ilk dönüş nöqtəsi deyil. İyunda tərəflər Qətər və Pakistanın vasitəçiliyi ilə İsveçrədə danışdılar və hərbi əməliyyatın dayandırılmasını nəzərdə tutan memorandum imzalandı. Lakin razılaşmanın müddəti uzun çəkmədi. İyulun əvvəlində ABŞ İranı Hörmüz boğazında kommersiya gəmilərinə raket zərbələri endirməkdə ittiham etdi. Bundan sonra qarşılıqlı ittihamlar yenidən sərtləşdi və Vaşinqtonun yeni hərbi plan hazırladığı barədə məlumatlar yayıldı. İndi isə Trampın açıqlaması göstərir ki, hərbi təzyiq hələ də diplomatiyanın əsas əlamətlərindən biri kimi saxlanılır. Trampın qərarı ilk baxışdan geri addım təsiri bağışlasa da, əslində ABŞ-nin uzun illər tətbiq etdiyi maksimum təzyiq strategiyasının davamıdır. Vaşinqton əvvəlcə hərbi əməliyyat ehtimalını maksimum həddə çatdırır. Daha sonra diplomatik razılaşmanı alternativ kimi təqdim edir. Bu yolla İran həm siyasi, həm də iqtisadi güzəştlərə sövq edilməyə çalışılır. Digər tərəfdən ABŞ bilir ki, Hörmüz boğazında yeni qarşıdurma neft qiymətlərini kəskin artıra, qlobal bazarlarda yeni böhran yarada bilər. Buna görə də hərbi təhdid hələlik siyasi alət kimi istifadə olunur.
Hazırda əsas sual budur. Bu dəfə razılaşma əvvəlkilərdən fərqli olacaqmı? Çünki Vaşinqtonla Tehran arasında etimad böhranı yeni deyil. Son 10 illiklərdə nüvə sazişləri dəfələrlə imzalanıb, pozulub və yenidən danışıqlar masasına qaytarılıb. Hər dəfə diplomatik proses hərbi təzyiqlə paralel davam edib. Çünki bu razılaşma Ağ Ev rəhbəri üçün yalnız təhlükəsizlik məsələsi deyil. Bu həm də ABŞ-nin regiondakı lider rolunu nümayiş etdirmək, İsrail və ərəb müttəfiqləri qarşısında vasitəçi mövqeyini gücləndirmək cəhdidir. İran üçün isə əsas məsələ yeni dağıdıcı zərbələrin qarşısını almaq, iqtisadi təzyiqi azaltmaq və danışıqlar prosesində mümkün qədər çox güzəşt əldə etməkdir. İndi hər kəs İslam Respublikasının bu təklifə verəcəyi rəsmi cavabı gözləyir. Analitiklər hesab edirlər ki, əgər razılaşma qısa müddətdə rəsmiləşərsə, yaxın şərqdə gərginlik müəyyən qədər səngiyəcək. Lakin danışıqlar nəticəsiz qalarsa, hazırda təxirə salınan hərbi ssenarinin yenidən gündəmə gəlməsi istisna olunmur. Türkiyədə iyunun 1-dən indiyədək 16 vilayətdə baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaq çərçivəsində 29 şübhəli müəyyən edilib. Onlardan 6-sı həbs olunub. Ədliyyə naziri Akın Gürlek X hesabında məlumat yayıb ki, daha 9 nəfər barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilib. Respublika prokurorluğu aidiyyatı dövlət qurumları ilə koordinasiyalı şəkildə yanğınların baş vermə səbəblərini və məsul şəxsləri müəyyən etmək üçün sübutları araşdırır. Meşə yanğınlarının qəsdən törədilməsi, ehtiyatsızlıq və ya səhlənkarlıq nəticəsində baş verməsi hallarında məsul şəxslər qanun qarşısında cavab verəcəklər deyə nazir vurğulayıb. İndoneziyanın Madura adası sahillərində bərədə baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb. 40-dan çox şəxsə hələ də itkin düşmüş hesab edilir. Reuters agentliyi məlumat yayıb ki, bərənin göyərtisində sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla 271 nəfər olub. Onlardan 225 nəfəri xilas etmək mümkün olub. Hazırda axtarış xilas etmə əməliyyatı davam etdirilir. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Avropada hökm sürən quraqlıq ciddi problemlər yaradıb. Yağıntıların azalması, xüsusilə torflu ərazilərdə torpağın quruması və çökməsi Niderlandda su mühafizə sistemlərinin dayanıqlığı ilə bağlı narahatlıqları artırıb. Mütəxəssislər mümkün təhlükələrin qarşısını almaq üçün yüzlərlə kilometr uzunluğundakı qoruyucu qurğuları mütəmadi yoxlayırlar. Hazırda ciddi zədələnmə qeydə alınmasa da, quru havanın təkrarlanması nəzarətin daha da gücləndirilməsini zəruri edir. En omdat het nu zo droog is, Hazırda hava çox quru olduğuna görə torf nəmini itirir və zəifləyir. Son illərdə quraqlıq daha tez-tez müşahidə olunur. Son 10 ildə təxminən 5 dəfə belə quraq yay yaşanıb. Torfun zəifləməsi suyun bəndin içindən keçərək qurudulmuş əraziyə axması riskini artırır. Buna görə də quraqlıqla bağlı yoxlamaları daha tez-tez aparmaq lazımdır. Quru hava şəraitinin təsirləri Almaniyada da özünü göstərir. Reyn çayında suyun səviyyəsinin kəskin azalması yük daşımaları çətinləşdirib. Gəmilərin daşıdığı yükün azalması Avropanın əsas logistika marşrutlarından birində nəqliyyat zəncirinə əlavə təzyiq yaradır. Vəziyyət Niderlandın çaylarında da müşahidə olunur. Vaal çayında suyun geri çəkilməsi nəticəsində əvvəllər görünməyən ərazilər üzə çıxıb. Çay kənarında yerləşən ev qayıqların suyun çəkilməsi ilə dibə oturması isə problemin daha bir nəticəsidir. Çay nəqliyyatı üçün bu ilk növbədə daha az yük daşınması deməkdir. Normalda 2,5 min ton yük daşıyan gəmi hazırda gəminin xüsusiyyətindən asılı olaraq cəmi 400-600 ton yük götürə bilir. Bu isə yüklərin daxili ərazilərə çatdırılması üçün bütün nəqliyyat zəncirinin yenidən təşkil olunmasına böyük təzyiq yaradır. Niderland ərazisinin təxminən 1/3-nin dəniz səviyyəsindən aşağıda yerləşməsi ölkənin su balansını xüsusilə həssas edir. Yay aylarında su ehtiyatlarının qorunması kənd təsərrüfatı və su yollarının fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də ölkə həm daşqın risklərini azaltmağa, həm də quru mövsümdə kifayət qədər su ehtiyatı saxlamağa çalışır. İsti hava ilə mübarizə bir çox ölkələrdə şəhər rəhbərliyini alternativ yollar axtarmağa sövq edir. Yaponiyada bu məqsədlə xüsusi soyutma kabinəsi hazırlanıb. Duhaimin Box adlı bu qurğu temperaturun artması ilə insanların daha çox diqqətini cəlb edir. Bu kabinə may ayında istifadəyə verilib. İlk vaxtlar istifadəçi sayı az idi, amma havalar istiləşdikcə kabinədən yararlananların sayı artır. Artıq gündə 30-dan çox insan bu soyuducuda sərinləyir.
Kabinin daxilində temperatur təxminən 15 dərəcə saxlanılır. Baş, boyun və çiyin nahiyəsinə isə 5 dərəcəlik sərin hava verilir. İstifadəçi içəri daxil olduqdan sonra sistemi özü işə salır və təhlükəsizlik məqsədi ilə qurğu 20 dəqiqədən sonra avtomatik sönür. Təkərlər üzərində quraşdırılan kabinəni zavodlara, tikinti sahələrinə və ictimai məkanlara asanlıqla aparmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, xüsusilə boyun nahiyəsinin soyudulması bədən temperaturunun daha sürətli aşağı düşməsinə kömək edir və istilərin yaratdığı riskləri azaldır. Boyun nahiyəsindən gələn sərin hava narahat eləmir, əksinə insanı çox rahatladır. Son illər istilər xeyli artıb. Elə günlər olur ki, temperatur 40 dərəcəyə yaxınlaşır. Belə havaya dözmək hər il daha da çətinləşir. Yaponiyada yay aylarında temperaturun müsbət 35 dərəcədən yüksək olması artıq adi hala çevrilib. Bəzi bölgələrdə isə havanın istiliyi 40 dərəcəni ötür. Məhz buna görə ölkədə istilərlə mübarizə üçün fərdi soyutma kabinələri kimi innovativ əllərin sayının artırılması nəzərdən keçirilir. Mütəxəssislərin fikrincə gələcəyin ən böyük çağırışlarından biri təkcə isti hava ilə mübarizə deyil, həm də bu cür dözülməz istilərə uyğunlaşmaq olacaq. Rusiyada avqustun 1-də yanacaq ixracına tətbiq edilən məhdudiyyətlərin vaxtı bitməli idi. Lakin hökumət daxili bazarda qiymət artımının və qıtlığın qarşısını almaq üçün qadağanı 2027-ci ilin yanvarına kimi uzatmaq qərarına gəldi. Səbəb isə ölkədə kənd təsərrüfatı mövsümünün qızğın çağı və neft emalı zavodlarında davam edən təmir işləridir. Bu qərar təkcə Rusiya daxili bazarını deyil, ondan yanacaq idxal edən regional ölkələrdə maraqlandırır. Azərbaycan tələbatının böyük hissəsini daxili imkanları ilə ödəsə də, Rusiya alternativ mənbələrdən biri hesab olunur. Azərbaycanın neft emal zavodları var ki, bu daxili bazarı təmin etməyə imkan verir. Digər tərəfdən ehtiyac yaranarsa Azərbaycan strateji ehtiyatlarından da istifadə edə bilər və bununla yanaşı ixrac siyasətində müəyyən dəyişikliklər etməklə daxili bazarı sığortalaya bilər. Yəni, bu kontekstdə baxdıqda Rusiyanın bu addımının Azərbaycana təsirlərinin daha az olacağını deyə bilərik. Əksinə, bu vəziyyət Azərbaycan üçün yeni imkanlar yarada bilər. Azərbaycan yanacaq bazarında təkcə özünü təminatla kifayətlənmir, həm də dizel kimi strateji məhsulların ixracatçısı mövqeyində çıxış edir. Mütəxəssislər deyirlər ki, bəzi yenidən qurma işləri ölkənin enerji müstəqilliyini daha da möhkəmləndirir. Azərbaycan dizel yanacağı üzrə öz tələbatını tam ödəməklə yanaşı, ixrac imkanına da malikdir. SOCAR-ın emal gücü ümumilikdə ölkənin yanacaq təhlükəsizliyini təmin etmək üçün düşünürəm ki, kifayət edir. Hazırda zavodun modernizasiyası davam edir və artıq ayı 92 və 95 markalı benzinlərin Avro 5 standartına istehsalı təmin olunur. Bu isə idxaldan asılılığın mərhələli şəkildə azalmasına xidmət edir. Mütəxəssislərin fikrincə keyfiyyət standartlarının artırılması və daxili istehsal gücünün genişləndirilməsi xarici bazarlardan asılılığı minimuma endirir. Bu isə o deməkdir ki, qonşu ölkələrdə tətbiq edilən yanacaq qadağaları və ya bazardakı dalğalanmalar Azərbaycanın daxili yanacaq təhlükəsizliyinə hər hansı təhdid yaratmır. Bakının kirayə mənzil bazarında son 3 ilin dinamikası diqqət çəkir. 2024-cü ildən başlayan qiymət artımı 2025 və 2026-cı illərdə də yüksələn xətlə davam edib. Əgər 2024-cü ildə bazar üzrə orta qiymət artımı 12-15% təşkil edirdisə, 2025-ci ildə bu göstərici 10%-ə yaxın olub. Hazırda isə qiymətlərdə kəskin sıçrayışlar olmasa da 5-7%lik cüzi artım baş verib. Şəhər üzrə qiymət bölgüsünə gəldikdə ən baha mənzillər adətən mərkəzi ərazilərdə yerləşir. Səbail, Nəsimi və Nərimanov rayonlarında 1-2 otaqlı təmir evlərin aylıq kirayəsi 900 manatdan başlayaraq 1800 manatdan yuxarı dəyişir. Yasamal, Xətai və Nizami rayonlarında isə qiymətlər bir qədər aşağı, yəni 550-850 manat aralığında dəyişir. Ən münasib təkliflər isə şəhər ətrafı rayonlardadır. Məsələn, Sabunçu, Suraxanı, Binəqədi və Qaradağ rayonlarında analoji mənzilləri aylıq 350-500 manata tapmaq mümkündür. Rayonlardan gələn tələbələr üçün bizə çox da əlverişli və ya uyğun deyil. Aldığımız stipendiya bəs etmir, büdcəmizə uyğun evlər də şəhərdən çox uzaqda yerləşir. 700 manat, bu da tələbə üçün gəlir yeri olmayan şəxs üçün biraz böyük rəqəmdir. Baha olur o mənzillər, universitet yataqxanaları da yetmir bu mövzuda. Düşünürəm ki, tələbə üçün heç münasib bir qiymət deyil. Ekspertlər isə çıxış yolunu yeni yataqxanaların inşa edilməsində görür. Yataqxanalar sökülərək onların yerində daha müasir, daha hündür mərtəbəli və çox otaqlı yataqxanalar inşa olunarsa,
bu tələbələrin mənzil problemlərini aradan qaldırmaqla paytaxtın kirayə mənzil bazarında da qiymətlərin stabilləşməsinə, hətta enməsinə gətirib çıxara bilər. Əlbəttə ki, iri şəhərlərdə mənzil bazarının sürətlə dəyişməsi qaçılmazdır və qiymətlərin bir anın içində düşməsini gözləmək real deyil. Lakin tələbə infrastrukturuna diqqətin artırılması və alternativ imkanların çoxalması növbəti illərdə tələbələrin kirayə mənzil yükünü yüngülləşdirə bilər. Yay istirahəti üçün seçimlər fərqli olur. Dağ, meşə və ya dəniz. Cənub bölgəsinin unikallığı ondadır ki, hər üç faktor üçün seçim imkanı var. Xüsusilə də Xəzərlə bitişik yerləşən Sutamurdov kəndinin çimərlikləri. Dənizin sahili çox, belə deyək də, insanın ürəyini açır. Aurası çox gözəldir, havası çox qəşəngdir. Amma bununla yanaşı, belə deyək də, burada müəyyən qədər də təmizliyə insanlar, biz özümüz riayət eləsək çox gözəl olardı. Çünki hər şeyi idarə edicilərin üzərinə yıxmaq düzgün deyil. Qumda ayaqqabı və yaxud da kayaqlığına yox, ayaq yalın gəzmək lazımdır ki, onun müalicəvi xeyrini görəsən. Amma təəssüf ki, biraz yolu bura qət elədikcə ayağa həm tikan, şüşə qırıntıları gözə dəyir və təbii ki, dəmir parçalarının ayağa dəyməsi insanın o istirahətini pozur, orqanizmi həm ayaqlarına zədə yetirə bilir. Ödənişli çimərliklərdə vəziyyət qənaətbəxş olsa da, bunu pulsuz çimərliklərə aid etmək mümkün deyil. Lənkəranın dəniz sahili ərazisindəyik. Sahildə beləcə bu cür şüşə butulkalar sınmış, eyni zamanda da bu əlimdə tutduğumuz isə plastik butulkadır ki, hansı ki bunun çürüməsi üçün 100 illərlə vaxt lazımdır. Lənkəranın bu cür gözəl, füsunkar təbiəti, turizm potensialı belə tullantıların kölgəsində qalmamalıdır. Bəs çıxış yolu nədir? Bu ərazilərdə çoxlu sayda kifayət qədər tullantı qabları yerləşdirmək və onların vaxtında boşalmasını təmin eləmək. Eyni zamanda da ən başlıcası vətəndaş məsuliyyətini daşımağımız. Sahildə təmizlik barədə xəbərdarlıq lövhələri olsa da, görünür buna əhəmiyyət verən azdır. Səyyar çayı işlədirik. Gələn həm yerli, həm də xarici turistlərimizə xidmət göstəririk. Bizim də burada əsas problemlərimizdən biri məhz elə budur. Ətrafın tullantılarla zibillənməsidir. Vətəndaşlarımızdan xahiş edirik. Biz də bacardığımız qədər fəaliyyət göstərdiyimiz ərazinin maksimum səviyyədə təmizliyinin qorunmasına çalışırıq. Sosial işçilər müəyyən müddət aralığı ilə əraziləri təmizləyirlər. İyundan indiyədək 5-6 dəfə təmizləmə işləri aparılıb. Küləyin nəticəsində zibil də gəlmişdi, onları da biz təmizləmişik. Yəni fəhlə qüvvəmiz az olduğuna görə biraz çətinliyimiz olur, amma biz həmişə buranı nəzarətdə saxlayırıq. Bəzən sakinlər deyir ki, tullantı qabları azdır. 4 ədəd tullantı qabı qoymuşuq bura. Başqa çıxmasın, onun 2 dənəsi götürüblər, yoxa çıxıb. İndi hal-hazırda 2 dənəsi var, amma bu yaxın günlərdə biz yenə 3 dənə də əlavə zibil tullantısı yeşiyi gətirib qoyacağıq bura. Mən təklif eləyərdim ki, bizlə bələdiyyə ilə, İstanbulda bələdiyyəsi ilə yanaşı bizə könüllülər də, məsələn, ekologiya idarəsinin könüllüləri də bizə kömək eləsinlər. Ekoloqlar diqqətə çatdırırlar ki, dəniz sahillərinin çirkləndirilməsi həm ekosistemə, həm də insan sağlamlığına ciddi təhlükə yaradır. Bugün dəniz çirklənirsə, oradakı olan bioresurslar, canlı aləm məhv olur. Ekoloji məsələlərin qorunması, dəniz sahilinin problemlərin qorunması təkcə dövlət qurumlarının yox, bu insanların da aktivliyi burada hiss olunmalıdır. Təbiətə atılan hər bir tullantı illərlə ekosistemə zərər vurur və insan sağlamlığı üçün risk yaradır. Mütəxəssislər deyirlər ki, ekoloji tarazlıq pozularaq böyük iqtisadi zərərlərə yol aça bilər.